Kondisionerimizin universal pultu ilə idarə edilməsi. Gəlin yaxından tanış olaq. Olaraq mən sizə göstərdiyim universal pultu biz işə salarıq. İşə saldıqdan sonra və biz aktiv etməliyik ki, kondisionerimizi tanıdıq. Set düyməsinə basılı saxlayırıq və burada görürsünüz düymələr yanıb sönür, yəni oxlar yanıb. Biz yuxarı aşağı düyməsi ilə hərəkət etdiririk. Bizim bu kodlar 999-a qədər gedir. Bu kodlardan biri bizim kondisionerimizin kodudur. Və misal deyək ki, biz 10, 11, 12, 13, 14, deyək ki 15-də bizim kondisionerimizdən siqnal səsi gəldi. Və kondisionerimiz artıq pultu tanıdı. O zaman ok düyməsinə vururuq və aktiv olur. Söndürüb yandırma düyməsi yay, qış, isti, sərin rejiminə keçirmək üçün hal-hazırda sərin rejimdədir, nəm alma rejimidir, sərinkeş rejimi, isti rejimi, avto rejim və yenidən sərin rejimə qoyuruq. Temperaturun dərəcəsinin artırıb azaldılması, jalüzün istiqaməti, ondan sonra yenə içəridəki jalüzün istiqaməti, burada bizim fanımızın sürətinin artırıb azaldılması və burada biz vaxt rejimini aktiv etmək, yəni saat rejimini qurmaqda yanadır. Belə, pultu ilə bağlı nə sualınız varsa şərh bölməsində yazın, sizin üçün də həmin videonu çəkim. Dostlar, deməli kondisionerimizi biz universal pultu ilə necə istifadə edə bilərik? Kondisionerimin pultu itibdir, pult almalıyam və burada bizim çıxış yolumuz universal pultlarda tapırıq hər zaman kimi. Universal pultu necə aktiv edə bilirik, necə işlədə bilərik? Bununla yaxından tanış olmaq üçün gəlin videoya keçid edək. Kondisionerimizin universal pultu ilə idarə edilməsi. Gəlin yaxından tanış olaq. Olaraq mən sizə göstərdiyim universal pultu biz işə salarıq. İşə saldıqdan sonra və biz aktiv etməliyik ki, kondisionerimizi tanıdıq. Set düyməsinə basılı saxlayırıq və burada görürsünüz düymələr yanıb sönür, yəni oxlar yanıb. Biz yuxarı aşağı düyməsi ilə hərəkət etdiririk. Bizim bu kodlar 999-a qədər gedir. Bu kodlardan biri bizim kondisionerimizin kodudur. Və misal deyək ki, biz 10, 11, 12, 13, 14, deyək ki 15-də bizim kondisionerimizdən siqnal səsi gəldi. Və kondisionerimiz artıq pultu tanıdı. O zaman ok düyməsinə vururuq və aktiv olur. Söndürüb yandırma düyməsi yay, qış, isti, sərin rejiminə keçirmək üçün hal-hazırda sərin rejimdədir, nəm alma rejimidir, sərinkeş rejimi, isti rejimi, avto rejim və yenidən sərin rejimə qoyuruq. Temperaturun dərəcəsinin artırıb azaldılması, jalüzün istiqaməti, ondan sonra yenə içəridəki jalüzün istiqaməti, burada bizim fanımızın sürətinin artırıb azaldılması və burada biz vaxt rejimini aktiv etmək, yəni saat rejimini qurmaqda yanadır. Belə, pultu ilə bağlı nə sualınız varsa şərh bölməsində yazın, sizin üçün də həmin videonu çəkim. Hal-hazırda Mitsubishi Heavy kondisionerin pultudur. Pultun haqqında məlumat verəcəm sizə. İlk öncə kondisionerimizi işə salarıq. Hal-hazırda qar işarəsindədir, yəni sərindədir. İstiyə biz qoymaq istəyiriksə mode düyməsini aşağıda günəşə gətiririk. İsti temperaturu qaldırıb yuxarı. Yox, biz əgər sərinə qoymaq istəyiriksə yenidən qara gətirməliyik. Bu isə nəmdir, nəm alacaq. Yeni avto rejimdir bu. Qar rejiminə qoyduq. Temperatur dərəcəsində aşağı yendirik. Fan tipi isə fanın sürətidir. Avtoya qoysa avtomatik rejimdə high güclü, mid, orta, low isə yavaş deməkdir.